Yaxşısınız. Necə baxıblar sizə? Yaxşı baxıblar. Sağ olun. Bunu qəşəng oxuyursunuz, bununla qəşəng tanış olursunuz. Bax, burada sarğını necə eləmək lazımdır, o qaydalar. Gündə 3 dəfə sarğı eləyəcəksiniz, orada yazılır, nə eləyəcəksiniz. Bu belə. Hardasa 2 həftə ərzində yara sarğılı olsun. Bu yaxşı, bunu mütləq qaydada nəzarət edək. Bu belə, sizə tod əməliyyatı olunubdur, həm də uşaqlıq yolu sallanması. Tod əməliyyatı olduğu üçün çalışın tünd çaydır, kofedir, qəhvədir, bunlardan çox istifadə eləməyəsiniz. Amma mayi bol-bol istifadə edin, adi, sadə, saf su. 3 ay müddətidə cinsi pəhriz saxlayasınız, əlaqə olmaz cinsi əlaqə. Zaten 2 aydan sonra oradan qoyduğumuz o sinik tamamilə öz toxumalarınıza belə doğru dildə qaynayıb qarışacaqdır. Bu belə. Burada yazılan bütün dərmanları vaxtında edirsiniz. Bu da öz qaydasında. Çalışın qəbz olmayın. Aktiv həyat bir həftə ərzində mütləq deyiz. Qəbz olmamaq üçün burada rektal, yəni düz bağırsaqdan qoyulan şam yazmışıq. Bu şamdan istifadə edəcəyiz. Gündə 2 dəfə. Yaxşı, bir də qidalanmana fikir ver. Duruq örəklər yiyin. Yaxşı, mənim gözəlim olmayın heç. Nə olmaz? Tünd çay olmaz, kofe olmaz. Zaten onu bilirsiniz. Köfəli yeməklər olmaz, onlardan istifadə edin. Başqa hər şey olar. Yaşayışınıza davam edin. Normal həyatınıza davam edin. Hər şey yeyə bilərsiniz. Qarın boşluq əməliyyatı, hər şey yeyə bilərsiniz. Yaxşı, gözəlim, necə baxılarsınız? Xoşunuza gəldi burada baxış? Qulluq çox yüksək. Çox yüksək səviyyədə. Razı gelirsən bizdən? Çox razıyam, çox sağ olun. İnşallah gözəl nəticəniz. Nəticəniz əladır, narahat olun. İndi biz bu dəqiqə sizə askının üstü sidik qaçırmayasınız. Yaxşı, çalışın ağır qaldırmayasınız kərmiklərdə. Yaxşı, zaten çox ağır qaldırmaq ekstra ağır qaldırma işi deyil. Nəinki uşaqlıq yolu və yaxud uşaqlıq sallanması, digər orqanlarda toz verər, proturziyalar olar, onurğa sütununa da ziyandır. Yəni, qadın zərif məxluqdur, qadın çox ağır qaldırmamalıdır. Yaxşı, eləmə, yaxşı, eləmə. Belə gözəl, Allah şəfanı versin. Oldu canım, sağ salamat. Sən də